Qazaxda Zəfərin Mübarək Azərbaycan başlıqlı bayram konserti keçirilib. Konsertdə müxtəlif musiqi nömrələri, vətənpərvərlik mövzusunda ifalar səsləndirilib. Konsert proqramında şəhid ailələri, müharibə iştirakçıları, veteranlar, rayon ictimaiyyəti, gənclər iştirak ediblər. Bugün bizim Vətən müharibəsində qələbənin 5 illiyi təntənəli surətdə qeyd olunur. Vətən müharibəsi bizim Azərbaycan xalqının üzərindən birləşəni götürdü, qürurumuzu, mənliyimizi bərpa elədi. Bu yolda minlərlə şəhidlərimiz oldu. Şəhidlərin ruhu şaddır bugün. Hər bir Azərbaycanlı kimi mənə də kədərli gəlirdi işğal altında olan torpaqlarımıza baxmaq, o gözəl dağlarımıza, meşələrimizə baxmaq. Hər zaman da Allah'tan dua eləyirdik ki, Cənab Ali Başkomandanın möhtəbər irəli əmrinə bizim nəsil də şüşsün.